Hər kəsə salam. Deməli, bu gördükləriniz Belarus istehsalı palıd parketləridir. Belarusiyadan hazır laklı gəlir. Bu sortda var, Perl sortda var. Hal-hazırda gördüyünüz select növüdür. Yəni tam düyünsüzdür, parlaq lak ilədir. Eni 9 sm, uzunluqları üzərində qeyd edilib 30 sm-dan 1 metr 20 sm-yə qədər. Qalınlığı 15 millidir, sant yarım qalınlığı var. Bütöv ağzın özü, yəni massiv parketdir. Parlaq lak ilədir, tam düyünsüz formasıdır. Eyni bu növün, select növünün tam düyünsüz formasının mat laklı olan da var. Ölçüləri eyni parlaqda olduğu kimidir. 30 sm-dan 1 metr 20 sm-yə qədər, qalınlığı da 15 millidir, sant yarım qalınlığı var. Bunların Perl sortları da var, yəni standart növləri. Onlarda da parlaq və mat laklı olur. Standart növündə üzərində xırda-toska düyünlər olur, amma içərisində hamısında yoxdur. Yəni içərisindən seçib təmizlərin digər otaqları da vura bilərsiniz. Eyni qaydadadır, ölçüləri 30 sm-dan 1 metr 20 sm-yə qədər. Bunlar da təmiz, massiv palıdın özüdür. Bu hal-hazırda gördüyünüz parlaq laklısıdır. Standart növünün mat laklı olan da var. Bu da həmin qaydada eyni ölçüdədir. 30 sm-dan 1 metr 20 sm-yə qədər. 2 dənə də rəngi var, vanil rəngi var. Select növü ilədir, tam düyünsüzdür, eyni ölçüdədir. Eni 9 sm, uzunluqları 30 sm-dan 1 metr 20 sm-yə qədər. Təmiz massiv palıdın özüdür, sadəcə üzəri vanil rənginə rənglənmişdir. Arx rəngi də var, arx rəngi standart növü ilədir. Bunun da üzərində xırda-toska düyünlər çıxır. Ölçüsü yenə 30 sm-dan 1 metr 20 sm-yə qədər. Qalınlığı yenə 15 millidir, sant yarım qalınlığı var. Bunları razbeşka vurmaq üçündür, çəq və ya düz vura bilərsiniz. Belarusiyadan hazır laklı olaraq gəlir, yəni burada laklanmayıb. Üzərində sənədi və sertifikatı da var. Satış üçün səhifədəki nömrə ilə əlaqə saxlaya bilərsiniz.